13. Araz çayına, Kür çayına tökülən birbaşa çaylar. Deməli, A variantında arpa çay, Bərgüşad, Gilan çay, bunlar tökülür. Amma B variantında ayrı çay qanığa tökülür, sonra kürə tökülür. A variantı getdi. B variantı arpa çay, Köndəli çay, Həkəri, bəli, bunlar Araza tökülür. Tərtər çay, Şəmkir çay, Qıstava çay, bunlar da bəli kürə tökülür. B variantı doğrudur. C-yə baxaq. Deməli, Xaçın, Həkəri, Xaçın kürə tökülür. Deməli, Göyçay, Girdiman çay, Köndəli çay, Araza tökülür. Bu da səhvdir. D variantında Viləş, Xəzərə tökülür. Deməli, Həkəri, Araza tökülür. Bu da səhvdir. Y variantında deməli, Ataçay çıxırıq. Deməli, Tərtər, Y variantı burada kürə, Tərtər, Araz. Bu düzdür, amma Ataçay Araza tökülmür. B variantı doğrudur. 114. Baxırıq. Həkəri Qubadlıya. Sonra Türyan çay mənsəbi deməli Ağdaşdır. Sumqayıt çay Qobustan ərazisidir. Arpa çay Şərurdur. Oxçu çay isə Zəngilandır. Cavablara baxaq. 1-ə deməli Qubadlı Y, 2-yə C, 3-ə, 4-ə, 5-ə D variantı. 115. Birinci Qarqar çay Ağdam ərazisində. Deməli, Girdiman çay İsmayıllı. Sonra Zeyən çay Tovuz ərazisindən. Kürək çay Goranboy. Tərtər Kəlbəcər. Deməli, 1-ə B, 2-yə D, 3-ə C, 4-ə Y, 5-ə A variantı. 116. Uzunluğu 216 km olan Samur çayı 3600 metr mütləq hündürlükdən başlayır və Xəzər dənizində -27 metr tökülür. Əgər çayın uzunluğu 234 km olsaydı, onun düşməsi orta meylini hesablayın. Birinci düşməni tapaq. Düşmə bərabərdir. Mənbə çıxılsın mənsəb. Mənbə 3600 çıxırıq -27-ni. Bu da eləyir 3627. Deyir, indi əgər çayın düşməsi oldu 3627. Meyli də tapanda meyli bərabərdir. Düşmə bölünsün uzunluq. Düşməni tapdıq 3627. İndi deyir çayın uzunluğu 234 olsaydı. Bunu da bölü 234-ə. Deməli, indi bunu bölək. 3627 bölünsün 234. 15,5. 15,5. 627 Y variantı. 117. Mənsəbi Xəzər dənizi olan Qusar çay 3780 metr mütləq hündürlükdən başlayır. Çayın uzunluğu 108 km. Əgər çayın mənsəbi okean səviyyəsi sıfırdır. Deməli, düşməsinin meyli. Düşməni tapanda yenə 3780-dən çıxırıq -27-ni, Xəzəri. Bu da 7, 0, 3807. İndi çayın mənsəbi, deməli, uzunluğu 108 vermişdi. İndi mənsəbi yox, burada. Deməli, bunu silək. Bax, mənsəbi Xəzər dənizi olan Qusarça 3780 metrdir. Çayın uzunluğu qədər. Əgər çayın mənsəbi okean səviyyəsi olsaydı, okean səviyyəsi 0 metrdir. Elə onda düşmə olur 3780. Çünki mənbə 3780-də, mənsəb də okean səviyyəsi, yəni 0-cı 3780-dən elə çıxanda 0 eləyib. Bu 3780. İndi çayın uzunluğu nə qədər? 108. Meyli tapanda düşmə bölünsün uzunluq. Düşməmiz oldu 3780. Bölürük 108-ə. 3780 bölünsün 108, 35. Bir də deyək.
Deməli, mənsəbi Xəzər dənizi olan Qusar çay bilir ki, 3780 metr hündürlükdən başlayır. Çayın uzunluğu da 108 kilometrdir. İndi deyir ki, əgər çayın mənsəbi okean səviyyəsi olsaydı, yəni 0, okean səviyyəsi bilir ki, 0 metrdir. Onun düşməni tapanda mənbə 3780, mənsəb də 0. 3780-dən 0 çıxırıq, elə qalır 3780. Meyli də tapanda düşməmiz oldu 3780. Bölürük uzunluğa 108-ə, bu da edir 35 metr bölü kilometr. B variantı. 118. Azərbaycanda su anbarı və su qovşağını birləşdirən kanal. Qarabağ kanalıdır bu. Deməli, tektonik çökmə zonasında yerləşən göllər. Deməli, Ağzı bir çala Ön Qafqaza düşür. Sonra Sarısu Kürə düşür. Acınohur Kürə düşür. Amma Göygöl, Batabat Kiçik Qafqazda, amma Böyük Şor isə Böyük Qafqazdır. Qalxmasıdır. B variantı. 120. Abşeron gölləri tektonik mənşəlidir. Tektonik relikt mənşəli. Relikt mənşəlidir. 2. Axmaz, Kürün axmazlarıdır. Sonra 3 isə Kiçik Qafqazda uçqun mənşəli. Maral göl, Göygöl. Birinci relikt, axmaz, uçqun. C variantı. 121. Böyük Qafqazın şimal-şərq yamacını və Abşeron qobusunun çaylarını bir-birindən fərqləndirən çaylar. Deməli, baxırıq, A variantı xeyr, düz deyil. Yayda Böyük Qafqazın şimal-şərq yamacının çayları, xeyr, çaylar yayda bol sulu olur. Bu yanlışdır. Çaylar bol suludur, az sulu deyil. Yeraltı yağışı qar buzlaqlarından Böyük Qafqazın şimal çayları bol suludur. Bəli, Abşeron yayda quruyurlar. Y variantı. 122. Azərbaycanda sellərə qarşı mübarizənin əsas yolları. Deməli, yamaclar bitki örtüyü ilə bərk edilməsidir. Bir də sellərin qarşısını ala bilən bəndlərin yaradılması. C variantı. 123. Daha çox çirklənmiş çaylar qrupunu göstərin. Buradan Ermənistan tərəfindən gələn deməli 3-cü çay, sonra 4 Kürün özü, 5, sonra 6 Arazın özü. C variantı. 124. Xəritə sxemdə verilən ərazidəki çaylara aid əlamətlər. Böyük Qafqazın şimal-şərq yamacının çaylarıdır. Deməli, Darvay, Kanyonvay dərələr malikdirlər. Bəli, bu doğrudur. Elə cavab A'dır. Meandrlar Kürdədir. Yeral sularının qar buzlaqlarının yağışla qidalanır. Daşlı palçıqlı Böyük Qafqazın cənubuna aiddir. Okean səviyyəsində yuxarıda yox, aşağıda yerləşir. 125. Deməli, Baş-Mil Qarabağ kollektoru, Baş-Şirvan kollektoru. Deməli, Baş-Mil Qarabağ bu Bərdədir. Sonra Beyləqandır, Ağcabədidir. Sonra Baş-Şirvana aiddir Kürdəmir. Sonra Hacıqabul, Ucar. Bu da 2, 5, 6, 1, 3, 4 B variantı. Sonra Eylervenziya, Böyük Qafqazın şimal-şərq yamacının çayları, Kiçik Qafqazın cənub-şərq. Birinciyə baxırıq. Qar buzlaqlarla birlikdə Böyük Qafqazdır. 1-ə. C. Sonra okean səviyyəsindən aşağıda yerləşir. Bəli, çünki Xəzərə tökülürlər. 1-ə C, F. Hansı variantlarda A ilə Y-də var. Sonra 2-yə baxırıq. Qidalanmasının yeraltı sular. Bəli, bu ikinciyə aiddir. Sonra maqmatimetre, faydalı qazıntılar əsasən Kiçik Qafqazda. B, Y. 3-ə. Daxili xaric sövzə, ümumiyyətlə Azərbaycanın bütün çayları daxili xaric sövzədir. Sonra yay aylarında suvarmada istifadə olunur. Bəli, 3 adi A variantı. Talış dağların çayları, Qanı Əyri çayın çayları. Deməli, Talışda
Qidalanmasına yağış suları Talışa aiddir. 1-ə 3. Bir də Talışda əsasən yayı quraq keçən mülayim isti iqlimdə. Amma Qanıqda qışı quraqdır. 3-ə 6. Cavablarda baxırıq, elə bir dənə C variantıdır. Baxaq indi o birilərinə. Daşlı balçıqlı, bəli, Qanıq Əyri çayıdır. Şəki-Zaqatala zonasına aiddir. Sonra bütün çaylar okean səviyyəsindən yuxarıdır, bəli, çünki qərbə doğrudur. 3-ə 1-5. Deməli, çayları Xəzər hövzəsinə aiddir. Çünki Qanıq Əyri çayının çayları deməli kürə tökür, Kürdən də Xəzərə. Sonra 2, 4-dən nədir? Suyun səviyyəsi bəli fəsillər üzrə dəyişir. C variantı. 128. Birinci Türyan çay, deməli, Kürün sol qolu Türyan çayıdır. Sərsəng su anbarı Tərtər üzərindədir. Yeraltı sular hər ikisinə. Sonra sormada istifadə olunur hər ikisi. Hövzəsinin yanıtları bərabər paylayan mülayim isti iqlim bu Türyan çaya aiddir. Kiçik Qafqazda yanıtları bərabər paylanan mülayim isti iqlim ümumiyyətlə yoxdur. 4, 2, 4, 3, 1, 5. B variantı. 129. Deməli, Şirvan kanalı, Qarabağ kanalı. Qarabağ kanalına aiddir Bərdə, 2, sonra 4, 5. Şirvan kanalına Ağsu, Göyçay, Ağdaş, 1, 3, 6, 2, 4, 5. Baxaq, 1, 3, 6, 2, 4, 5 D variantı. 130. Aznohor gölünün Ağzı Birçala gölü ilə oxşar, Maslazır gölü ilə fərqli xüsusiyyətləri. Deməli, Aznohor, Ağzı Birçala ikisi də Maslazır gölü Böyük Qafqazdadır, amma Ağzı Birçala Ön Qafqazda da düşür. Aznohor isə Kür çökməsinə də düşür. Bu tektonik çökmə zonasıdır. Y variantıdır. 131. Deməli, birinciyə C-Y baxırıq. Kürün sol qoludur. Bir də eyni adlı inzibati rayon ərazisindən axır. Yox, Y-dən tranzit çay hesab olunur. Baxırıq, deməli, Kürün sol qolu Tərtər sağdır. Sol qolu Qanıqdır. Ola bilər 1-ə 4. 1-ə 4 var, bircə yerdədir. 2-yə baxaq. Deməli, 2-yə 2 AF. Kürün sağ qoludur, eyni adlı inzibati. Tərtər çayı ola bilər bu. 2-yə 2-dir. İndi hər ikisinin oxşarı isə B, D. Qidalanmasında bəli, ikisi də yeraltı sudur. Məzəvi yarım səhra. Çünki axırda Tərtər də Qanıqda gəlir kürə tökülür. İkisi də yarım səhradır, bəli, B-dir. 1-ə 4, 2-yə 2, 7. 132. Mənbəyi Kiçik Qafqaz tektonik qalxmasında yerləşən çaylar qrupunu müəyyən edin. Baxırıq, mənbəyi Kiçik Qafqaz tektonik qalxmasında. Əyri çay, yox, bu getdi. Türyan çay getdi, Böyük Qafqazdır. Qodyal çay Böyük Qafqazdır. Göyçay da Böyük Qafqazdır. Qalır elə Tərtər çay, Biləş çay, Gilan çay. 134. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi ərazidən axan çayın ümumi xüsusiyyəti. Deməli, burada yağıntı 1036-dır. Bu Şəki-Zaqatala zonasıdır. Şəki-Zaqatala zonasıdır. Deməli, kanyonlar, dərilər xeyir, Böyük Qafqaza aiddir. Okean səviyyəsinə yuxarıdır. Bu hündürlüyü Qodyal çay xeyir. Qarqız, Zulaq, yağış, yeraltı sularla daha çox qidalanır. Qanıq Əyri çay bəli
Gətirmə konusu 135. Deməli, enli, U şəkilli. Deməli, bu düzən çayı, düzəndə də isə gilli suxurlar kəsib düzənlik çayıdır. 1-ə C-dir. Dərin kanyonvari. Bu yumşaq suxurlar kəsib gəzən dağ çaylarıdır. 2-yə də A-dır. 1-ə C, 2-yə A. Cavablardan Y variantı. Sonra 136. Araz çayı mənbəyi mütləq hündürlüyü 2990-dır. Mənsəbsə mənfi çıxanda mənfi toplayırıq. 1, 0, 3001 bunun düşməsidir. Meyliyi tapanda düşməni də bölürük uzunluğa 1072. 3001-i də bölək 1072-yə. Deməli, 3001 böl 1072. 2 tam 8.8. D variantı. Kür çayı mənbəyi 2740. Mənsəbsə mənfi 27 çıxanda toplayırıq. Deməli, 27 2767. Bunu da bölürük. Kürün də uzunluğu 1515. 2767 ilə 1515-ə bölünür. 1,8 alınır. Y variantı. Sonra 138. Su anbarların yerləşdiyi müvafiq inzibati rayonlar. Arpacay, Culfa, Taxtagörpü, Qəbələ yox. Arpacay, Culfa, Varvara, Yevlax. Deməli, Lənkəran yox. Arpacay, Şahboz, bu səhvdir. Arpacay, Şərif, Hambulançay, Masallı yox. Lənkəran, Varvara, Yevlax, Suqovuşan, Ağdərə. Y variantı. 139. Deməli, sarı su imişli Ağgöl, Beyləqan, Ağcəbədi olmalıdır. Sarı su, Beyləqan. Deməli, sarı su Ağzadlı səhvdir. Kürdəmir heç uyğun gəlmir. Sarı su imişli Ağgöl, Ağcəbədi, Candargöl, Aksağa, Gölgöl, Gölgöldür. D variantı. 140. Sarı su axmazdır. Bəli, Kürün axmazıdır. Acın olursa ağarsızdır. Düzdür. Digər Ağzıqıçalı laqo mənşəlidir burada. Bu səhvdir. Ağgöl axarlı deyil. Maralgöl, Qanlıgöl, bu səhvdir. D variantı. Masazır axarsızdır. Şorsuludur. A variantı. 141. Ərazinin göstərisinin olan gölləri müəyyənləşdirin. Deməli, 1, 4, 5. Deməli, vaydı 1-ə, 4, 5, 2, 3, 6-da 2, 3, 6. Vaydıdan böyükdür. D variantı. 142. Yerləşdiyi landşaftların rütubətli əmsalına görə vahiddən kiçikdirsə, deməli, Binəqədi Acnohor vahiddən kiçikdir, 3 ilə 4. Maralgöl isə vahiddən böyükdür, 1, 2. D variantı. Xəzər dənizinə tökülən çayların şimaldan cənuba doğru ardıcılığı müəyyən edin. Baxırıq. Qusarçay, Ataçay yox, Vəlvələçay gəlir, sonra Ataçay gəlir. Samur, Vəlvələ, Qusar. Qusar bundan qabaq gəlir. Qusarçay, Gilgil, Viləş, Astara. Yox. Səhvdir. Qudyalças. Ardıcılıq belədir. Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələ, Gilgil, Şabran, Gilgil, Ataçay. Belə gəlməlidir. Samur. Burada Samur, Qusar, Qudyal, Vəlvələ, Gilgil, Ataçay, Viləş, Astara. Bu C variantı düzdür. Amma Qudyal, Samur gəlir, sonra Qudyalçay gəlir. Samur, Viləş aşağıda olmalıdır.
C variantı doğrudur. Sonra 144 kürün sol qollarını şərqdən qərbə, sağ qolları isə qərbdən şərqə düzün. Deməli, birinci gəlirik Ağsu, sonra Göyçay, sonra Əlican çay, Qabırlı. Şərqdən qərbə doğru getdik. Sonra sağ qollar isə qərbdən şərqə doğru Xəzərə tərəf gəlirik. Deməli, burada biraz görünmür. Tovuz, lap kənardadır Tovuz. Zəyəndi. Sonra Qoşqar, Qarqar. 6, 8, 2, 1 A variantı. 145. Araz çayın sol qollarını şərqdən qərbə doğru ardıcıl düzün. Baxırıq. Köndələn həkəri oxçu naxlasını yox. Köndələn oxçu Ordubad, Gilan, Arpaçay. Elə variant B variantıdır. Cədvəldə qidalanması üstünlük təşkil edən çayların mənbəsi düzgün verildiyi müəyyən edin. Deməli, Samur, bəli, qar buzlaqlarla qidalanır, Biləş yağışla, Araz yeraltı. Bir düzdür. Həkəri yeraltı sularındandır. 1, 5. 4 bağı dəmir aparan qar buzlaqlandır. 1 saat yağışla, Tərtər yeraltı sularla. 1, 4, 5 variantı. 147. 1 saat qarla deyil, yağışlandı. Qudyal çay, bəli, qarlandı. Sumqay çay yağışdır. Tərtər 2. Sonra baxırıq, Bolqar çay yağışlandı. Samur, Astara, Kürəkçay. Deməli, 2, 4. Qusar, Viləş, Araz. Elə 2, 4, 5. Cavablarda A variantı. Çayların mənsəblər hündürlüyünün azalmasına görə düzgün sıranı müəyyən edin. Deməli, Türyan, Əlican, Qoşqar yox. Deməli, mənsəbin azalmasını. Xəzərə doğru Şəmkir, Türyan, Bəlbələ. Elə B variantıdır. Azərbaycanda düşmə kəmiyyəti nisbətən böyük olan tranzit çayları müəyyən edin. Baxırıq, tranzit. Qudyal buradan getdi, Köndələn getdi. Sonra Əyriçay getdi, Biləş getdi. Qaldı elə Samur, Arpacay, Kür, Araz. C variantı. 150. Respublikamızda çay şəbəkəsinin sıxlığının az olduğu ərazi və bunun əsas səbəbi. Qusar müalicəliyi buradan getdi, səhvdir. Sonra Ceyrançay, Qobustan, Cənub-Şərqi Şirvan buxarlama qabı yağıntı miqdarının çox olması. Düzdür, elə budur. 150-də B-dir. Digərlərinə baxa, Qarabağ Buxar yaylası burada yağıntı çoxdur. Buradan Murov getdi, Qarabağ silsiləsi getdi. Respublikamızda çay şəbəkəsinin sıxlığının çox olduğu ərazilər və bunun əsas səbəbi. Deməli, Şər Ordubad düzündə sıxlıq azdır. Sonra baxırıq, meylin buxarlama qabiliyyətinin yox, ya buxarlanmanın çox olmalıdır. B variantı səhvdir. Yağında buxarlama fərqinin çox olması. Xeyr, bu səhvdir. Böyük Qafqazın cənub və şimal-şərq yamacı, Murov dağın şimal yamacı yağıntının buxarlanma qabiliyyətinin çox olması. Elə budur variant. Niyə? Çünki Böyük Qafqazın cənubu yağıntı çox olanda bu Şəki-Zaqatala zonasıdır. Şimal-şərqi isə qarbuzlaqlarla qidalanan çaylar, Samur, Qusar, Qudyal bunlara aiddir. Yağıntı da çoxdur. D variantı. 152. Deməli, Qanıq, Araz, Samur. Kür çay hövzəsinə aiddir. Deməli, 1-ə aiddir. 1-ə 3. Sonra 2-yə baxaq. Samur, Qanıq. Deməli, uzunluğu 1000 kilometrdən azdır. 5. Sonra Samurla Araza 3. Məzəvi okean səviyyəsindən aşağıda yerləşir. Bəli, bu düzdür. 3-ə 2. 4-ə baxaq. Dövlət sərhədi boyunca axır. Hə, hamısı belə.
Sonra aşağılarında zəifdir. Bəli, düzdür. 1-ə 4. B variantı. 153. Samur deməli verilən çayların xüsusiyyət düzgünlüyü. Samur deməli Quton dağdan başlayıb, bəli buzlaqdır. Samur da Vəçolalı 1 düzdür. Tərtər çay, Gəlinkaydan yeraltı yağış Qarabağ düzü. Bu da düzdür. Göyçay Baba dağdan yağış yeraltı Şirvan düzü. Bu da düzdür. 1, 2, 3 elə Y variantı düzgün gəlir. 154. Çayların mənsəbləri, mənbələrin mütləq hündürlüyün artan sırasını müəyyən edin. Lənkəran, Viləş, Qusar, Gilgil. Yox, elə burada alınmır bu səhv. Lənkəran, Araz, Tərtər, Arpaçay. Burada hündürlüyü artır. Bu birinci düzdür. Pirsaz, Kür, Araz, Samur. Mütləq hündürlüyü. Arazan, Samur. Bu da düzdür. Digərlərinə baxaq. Araz, Kür, Akstafa, Samur. Yox, burada yerlər dəyişikliksiz getdi. Vəlvələ, Viləş, Göyçay, Araz. Samur, Kür. Burada yerlər səhvdir. D-də getdi. Xaçan, Təngərüd. Bunlar yeri dəyişik olmalıdır. Y-də səhvdirlər. Cavab B variantı. 155. Cədvəldə qida mənbəyi doğru verilən çayların sırasını müəyyən edin. Onların aid olduğu əlaməti. Deməli, buzlaqlar, ərinti suları, Dəmirapar, Türyan, Gilançay, yeraltı sular, Tərtər, Araz, Qanaq, Yağış, Ceyranköz, Qudyalçay, Pirsahat. Burada mənsəbiyə zərrə, qoyucu, hövzə, qışı quraq yox. Burada Hoymur, okean səviyyəsində yuxarıda da var. Yox, tektonik zonadan deyil, bir tektonik də var. Transsərhəd çay, yox, Respublika daxilində də formalaşan mənsəblər yarım səhra və qurucu ölgümdə yerləşir. Bəli, düzdür. Y variantı. 156. Çayların Azərbaycan ərazisində keçdiyi tektonik zonalara müvafiq ardıcılığını müəyyən edin. Deməli, bir tektonik zonadan axan əsasən Küründür. Kürə aid olanlardır. İndi baxaq. Burada cavablarda Kür. D variantında var. İndi digərlərinə baxaq. Deməli, iki tektonik zonadan Tərtər çay, bəli, həm Kiçik Qafqaza, həm də Kür hövzəsinə aiddir. Türyan çayı da həm Kürə aiddir, çünki Kürə tökülür, həm də Böyük Qafqaza aiddir. Arası, bəli, 3 tektonikdəndir. Demək, Kiçik Qafqaz, Kür, bir də Araz. Orta Araz əyilməsi, bax, D variantı. Naxçıvan ərazisindən 3 tektonik zonadan axır. 157. Aşağıda Kür və Araz çaylarına aid olan bir ortaq cəhət verilir. Bu ortaq cəhəti və başqa hansı çaylar üçün ortaq xüsusiyyət olduğunu müəyyən edin. Deməli, baxaq. Ən çox qidasını yeraltı sular təşkil edir. Baxaq, burada Girdimançay yağışdır, Qarbuzlaqdır, yağışdır, yağışdır. Tərtər, Qanaq, Qabru, Türyan çayı ilə bunlar hamısı yeraltı suyuna qidalanır. Cavab ilə A variantıdır. 158. Azərbaycanla Gürcüstan sərhədində yerləşən obyektlər. Ceyrançöl, sonra Qarayazı düzü, Qanaq çayı. 2, 3, 6. 159. Əlican çay, Türyan çay, Göyçay, Girdimançay çaylarına aid olan əlamətlər. Deməli, Kürün soğuk oldu, bəli. Şirvan düzündə böyük gətirmə konusu əmələ gətirir, bəli. Deməli, mənsəbələr Kür tektonik çökmə zonasında yerləşir, bəli. Buzlaqlarla deyil, yeraltı su və yağışdır. Burada deyil. Deməli, 1, 3, 4. 160. Talış dağlarının axan çaylar üçün səciyyəvi qidalanmasının yağış suları, bəli, düzdür. Xəzərə tökülürlər, düzdür. İlin soyuq dövründə bol su olur. Çünki yay quraq keçən mülayim iqlimdir. Kür çayının Azərbaycan hissəsi üçün səciyyəvidir. Deməli,
Düzən ərazi olduğuna görə yan eroziyadır. Sonra baxırıq, daha böyük məsafədə uzanır, düzdür. Nəqliyyat əhəmiyyəti, çünki düzən ərazidir, nəqliyyat əhəmiyyətinə malikdir, düzdür. 1, 2, 5. Kür çayın səciyyəvi xüsusiyyətləri. 3 ölkə arasında axır, bəli, Gürcüstan, Türkiyə, Azərbaycan. Sonra tənzimlənmişdir, bəli, üzərində su anbarı var. Mənbə və mənsəbi Türk ölkələri. Deməli, Türkiyə mənbəyidir, mənsəbisi Azərbaycandır, bəli, düzdür. 1, 2, 5. 163. Deməli, çay-dərə, sarı suyu, mil düzü. Bu düzdür. Tektonik böyük Alagöl, Murovgöl, tektonik deyil. Deməli, Uçqun bənd, Göygöl, Qarabağ vulkan hiyalyası, xeyr, bu səhvdir. Buzlaq, Tufangöl, baş su ayırıcı, bu düzdür. Laqun ağzı bir sal, Lənkəran yox, Şabran. 1 ilə 4. 164. Düzgün olmayan. Sarısı muğan yox, mil olmalıdır burada. Bir səhvdir. Biri götürürük. Deməli, Uçqun bənd, Maral göl, Şaxdaq yox. 3 səhvdir. Tufangöl baş su ayırıcı, bu düzdür. Laqun Samurdəvəçoğlu, düzdür. 1 ilə 3. Bu düzgün deyil. 165. Böyük Qafqazın Cənub və Şimal-Şərq yamacının çayların fərqli xüsusiyyətləri. Deməli, Kür hövzəsinə Cənub yamacı aiddir. Sonra Xəzərə birbaşa tökülür Şimal-Şərq yamacı. Sonra deməli, baxaq. Qidalanmasında yeraltı sular Cənub yamacına aiddir. Amma Şimal-Şərq yamacında qar buzlaqlarla, bir də yağışla qidalanırlar. 1, 2, 6. 166. Böyük Qafqazın birbaşa Xəzərə tökülməyən. Sumqayıt tökülür birbaşa, Vəlvələ birbaşa tökülür, Qusarçay tökülür, amma Kiş, Katex, Türyançay tökülür. Türyançay Kürə tökülür, Kür Xəzərə tökülür. Katexçay deməli Qanığa tökülür, sonra Kürə tökülür. Kişçay isə Əyriçayın qoludur. Qanıq Əyriçaya tökülür, sonra Qanığa, sonra Kürə tökülür, sonra Kürdə Xəzərə. Deməli 2, 4, 5 birbaşa tökülmür. 167. Kanalın adı başlanılır. Deməli, baş muğan, baş mil, milcü bu yox, səhvdir. Baş mil, mil muğan, su qovşağı, mil düzü, bu düzdür. Qarabağ Mingəçevir, muğan düzü yox, mil. Səhvdir. Əzbər Bəhramtavi, muğan düzü, bu düzdür. Mil düzü, Bəhramtavi yox, səhvdir. Deməli, 2 ilə 4 düzdür. 168. Düzgün olmayan, doğru olmayanı tapırıq. Mingəçevir, Qarabağ mil düzü, bu düzdür. Sonra Samur Abşeron, Qusarçay, Qusar Mail yox, bu səhvdir. Başmil Məhrəmtəpə, bu da səhvdir. Şirvan kanalı, Mingəçevir su, bu düzdür. Baş muğan, mil muğansı muğan. Xeyr, burada mil olmalı, yox, səhvdir. Səhvdir bu. Deməli, 2, 3, 5. 169. Azərbaycanda şirin su probleminin həlli yolları. Su itkisinin qarşısını alaraq onları qənaət etmək, bəli, düzdür. Sonra istiqamətin aidiyyatı var. İrriqasiya yox. Suvarma sistemini təkmilləşdirmək, bəli. Xəzər dənizi suyun şirin təsərrüfatda istifadə etmək, bəli, bu düzdür. 170. Kiçik Qafqaz dağlarında vulkan mənşəli suxurların yayılması nəticəsində yan eroziya yox, dağdan yan eroziya düzəndə olur. Palçıqlı sellər, xeyr. Yüksək dağlıq ərazi sıçrayış şəbəkəsi əmələ gətirir, xeyr. Yeraltı sularla qidalanır, bəli. Lavadan formalaşmışdır, bəli. Və şəkil çay dərələri yaranır, bəli. 4, 5, 6. 171. Azərbaycanda okean səviyyəsindən aşağıda yerləşən göllər. Deməli, Ağzıbirçala, Sarısu, Hacıqabul,
172 Göyçay və Ağsu çaylarının ümumi xüsusiyyətləri. Deməli, Baş Qafqaz dağlarından var, düzdür. Sonra Şirvan düzünün suvarılmasına düzdür. Kürün sol qoludur, bəli, düzdür. Yeraltı su yağışına sabit deyil, dəyişir. Deməli, 1, 3, 4. Tərtər və Araz çaylarına aid olan ümumi cəhətlər. Kürün sağ qoludur, bəli. Axımı tənzimlənib, bəli. Suvarmada istifadə olunur, bəli. Sərhəd çayı deyil. Araz sərhəd, amma tərtər yox. 174. Azərbaycanda 1800-3600 metr yüksəklik arasında yerləşən gölləri və onlara uyğun gələn xüsusiyyəti müəyyən edin. Maral göl ətrafı biçənək kimi istifadə olunur, bəli, düzdür. Qışı qura keçən yox, səhvdir. Tufan göl Böyük Qafqazdadır. Batabat gölü ətrafına mümkün buxarlanma kəmiyyəti kiçikdir, bu düzdür. Qarabağ silsiləsində deyil. Qarabağ adlı Qarabağ vulkan yaylasındadır. Bu da səhvdir. 1 ilə 4. 175. Deməli, Sarısı Muğan düzü Azərbaycan sahəsinə görə ən böyük sahəsi görüldü, amma Muğan yox, mildədir. Bu səhvdir. Aznoğan tektonik axarsız göldür, bu düzdür. Sonra uçqun mənşəli deyil, laqum mənşəlidir bu. Bu da səhvdir. Sonra Göygöl tektonik krater mənşəli, xeyir. Uçqun bənd mənşəlidir. Cənubi Azərbaycan dövlət sərhədində yerləşir, bəli, bu düzdür. Böyükşəhər bir hissəsi qurdu, Olimpiya stadionu tikilir, ekoloji cəhətdən gərgin vəziyyətdədir, bu düzdür. Bu əsasən Koroğlu tərəfdədir. Metro stansiyası var, bu tərəfdədir. Deməli, 2, 5, 6. 176. Böyük Alagölə aid olan əlamətlər. Şimal hissəsində deyil, cənubdadır ondan. Qarabağ vulkan yaylasında yerləşir, bəli. Ətrafında dönəcək vulkan suxurları yayılmışdır, düzdür. Yerləşdiyi ərazi yanvar ayının orta temperatur 0 dərəcədən, bəli, su yoxdur, düzdür. Suvarma yox, dağ meşə yox. Səhvdir. Deməli, cavab 2, 3, 4. Araz çayı üçün səciyyəvi xüsusiyyətlər. Düşməsi Kür çayının düşməsindən çoxdur, bəli, düzdür. Sonra Şirvan düzü, xeyir. Suyun aşağı oktyabrda, aşağı səviyyəsi avqustdadır. Avqustda. Milmuğan düzlərin suvarmasında, bəli, bu düzdür. Yeraltı sular, bəli, düzdür. 2 tektonik yox, 3 tektonik zonadan axır. Səhvdir. Uyğunluğu müəyyən edin. Bərgüşad, Həkəri, Araz, Kür. Bu düzdür. Bərgüşad Həkərinin qoludur. Həkəri Arazı, Arazda Kürə tökülür. Kiş Əyri çayın qoludur. Bəli, Əyri çay qanığa tökülür, qanıqda Kürə. Bu düzdür. Bərgüşad Həkəri Oxucu yox. Əsirçay Tovuz, Gəncə yox, Tovuz çayda sonra Kürə tökülür. 1-2 düzgün oldu. 179. Qusarçay, Ağsu çay, yağış suları, Türyançay, yeraltı, bu düzdür. Tərtərçay, Göyçay, yox, bu səhvdir. Tərtərçay yeraltı su ilandır. Sonra Samur, Qarbuzlaqla düzdür, yağış, bu düzdür. Baçay, Ceyran keçməz, Dəmir aparan, yox, Dəmir aparan səhvdir, bu 4 səhvdir. Girdimançay, Qudyalçay yeraltı sunan deyil, Qarbuzlaqlarındandır. 6-ya baxaq, deməli, Gilan Qarbuzlaqlandır, Qarqar yağışla, Qanıqsı yeraltı su, düzdür. Deməli, 1, 3, 6. 180. Deməli, Dəmir aparan, çay, Qarbuzlaq, düzdür. Ağsu yağış, Türyan yeraltı, bu düzdür. Sonra Araz yağış deyil, yeraltıdır. Deməli, 4 düzdür. Gilan Qarbuzlaqlandır, Qarqar yağış, Həkəri yeraltı, bu da düzdür. 1, 4, 5 bal. Araz yeraltı su ilə qidalanır. Bu da səhvdir. 181. Türyançay və Tərtərçay üçün ümumi xüsusiyyətləri müəyyən edin. Hövzəsi 2 təbii vilayətdə, Mənsəvi yarımsəhərə quru çöldə yerləşir. Bəli, bu düzdür. Sonra, çünki Türyançay həm Böyük Qafqaza, həm Kürə aiddir. Tərtərçay isə həm Kiçik Qafqaza, həm də Kürə aiddir. Sonra
Kürün qollarıdır. Düzdür. Üzərində türyan çayda ses yoxdur. Sonra məsələ inzibati rayonlar həmsərhəddir. Düzdür. Mənsəblərin yerləşdiyi inzibati rayonlar, deməli, Türyansay, Ağdaş, Tərtərdən, Bərdə, Ağdaşla Bərdə hərəsi Kürün o tayı bu tayıdır. Həmsərhəddirlər. Deməli, bir tektonik, iki tektonik sonradan axırlar. 182. Cədvəldə qeyd olunan arpa çaydan fərqli xüsusiyyətləri. Baxırıq. Toplayıcı üzrə suyu bilim yox. Deməli, daşlı palçıqlı. Bəli, bu düzdür. Samur çayından arpa çayı fərqləndirək. Okean səviyyəsindən aşağıda yerləşir. Bu Samura aiddir. Bəli, bunu götürürük. Fərqli xüsusiyyətidir. Tranzit çay olma axımı tənzimlənmişdir. Yox. Fərqli deyil. Tərtər çay. Deməli, yox. 5, hə, bu düzdür. Tərtər ikisi də bu yeraltı su ilə qidalanır. Bunu götürmürük. Oxşar cəhətdir. Tərtər çay birbaşa kürə tökülür, amma arpa çay isə araza tökülür, sonra kürə. Bu ona görə fərqlidir. Deməli, 2, 3, 5. %83. Deməli, çayın mənbəyi 3723. Mənsəbi Xəzər dənizi -27-dir. Ona görə çıxanda -27-ni toplayırıq. 5, 7, 3750 bunun düşməsidir. Uzunluğu da verir 1500. Meyillik nəyə bərabər? Düşmə bölünsün uzunluğa. 3750-ni bölürük 1500-ə. 2,5. Sonra 184. Uzunluğu 2000 olan çayın mənbəyində təzyiq 360, mənsəbdə 760 olan çayın meyliyini tapın. Deməli, birinci mənbə ilə mənsəb arasında təzyiq fərqini hələ tapaq. Deməli, 760-dan çıxırıq 360-ı, elədi 400. Vurduq ona 4000. Bu oldu düşməsi. Uzunluğu da 2000. Bu da eləyir 2. Meyillik 2. Necə tapdıq? 760-dan 360-ı 400. Təzyiq bilir ki, hər 10 metrdə 1 mm dəyişir. Deməli, 400 mm-də nə qədər olar? X. 400-ü vurduq ona 4000. Bu oldu düşməsi. Düşməni də bölük uzunluğa, meyilliyi tapanda 4000-də bölük 2000-ə 2. Sonra. Deməli, 185 Türyansay göyçək hövzələrində yerləşən çayların ümumi uzunluğu müvafiq olaraq 920 km və 840 km. Çay şəbəkəsinin sıxlığı isə 0,5, 0,48 km. Çayların hövzə arasında fərqi tapın. Birinci bunları ayrı-ayrı bölürük, aldığımız cavabı çıxacağıq. Deməli, birinci 920-ni bölürük 0,5, 840-ı da bölürük 0,48-də. Aldığımız cavabları isə fərqini tapacağıq. İndi bunların fərqini tapaq. Deməli, 920 böl 0,5. 920 böl 0,5. 1840 çıxılsın. 840 bölünsün 0,48. 1750. Bunda çıxanda edir 90. 186 həmin qayda ilə Türyansay və Göyçay hövzələrinin sahələri müvafiq olaraq 1840 və 1750-dir. Bu sıxlığı isə deməli 0,50, bu birisi isə 0,48-dir uzunluğu. Bunları ayrı-ayrı deməli vuracağıq, sonra aldığımız cavabları isə çıxacağıq. Çünki fərqi soruşur. Deməli 1840-ı vurduq 0,50-yə. Sonra 1750-ni də vuruq 0,48-ə. Deməli, 1840 vur 0,50 eləyir 920. Bu biri çay isə 1750 vurulsun 0,48. Çıx 840.
Burada da eləyir 80. Aralarındakı fərqi tapacağıq. 187. Əgər Kür çayının mənbəyi 5730 metr yüksəklikdən başlasaydı, onun orta meyli desək metr bölü kilometr olardı. İndi dəyişir. Deməli, indi biz 5700 düşməni tapanda mənbə çıxılsın mənsəb. Mənsəbi isə Xəzərdir. 1700 5730 çıxılsın mənfi 27. Düşməni tapırıq. 5757. Uzunluğu isə Kür çayının 1515-dir. Deməli, 5757-ni bölürük 1515-ə eləyir 3,8. 188. İndi deyir, əgər Araz çayı mənbəyi 2669 metr yüksəklikdən başlasaydı, mənsəbi Xəzərdir. Kürə tökülür, kürdə Xəzərə. Mənfi 27 metr çıxanda bunlar toplayırıq. Deməli, (2696). Arazın da uzunluğu 1072 metr. Bölürük. 2696 bölü 1072-yə 2,5. Sonra 189. Müvafiq olaraq yayda quruyan, sonra hövzələrində daşlı, palçıqlı sellər müşahidə olunan və axımı tənzimlənən çayları müəyyən edin. Yayda quruyan çaylar Qobustan, Abşeron çayları da ola bilər. Deməli, baxırıq burada Sumqayıta, Ceyran keçməz. Deməli, birinci üçü götürürük. Sonra daşlı, palçıqlı sellər bilirik ki, Şəki-Zaqatala ərazisindədir. Burada cavablarda baxırıq ki, Şin 6 Şəki ərazisində. Sonra üzərində axımı tənzimlənən, yəni üzərində su anbarı olan, burada baxırıq, Biləşçay, Əqstafçay uyğun gəlir. Bunların da üzərində su anbarları mövcuddur. Sonra müvafiq olaraq qışda bol sulu olan, hövzələrdə palçıqlı sellər müşahidə olunan və axımı tənzimlənməyən çayları müəyyən edin. Birinci baxırıq, qışda bol sulu, yayda quruyan, qışda bol sulu olan bu Lənkəran çaylarıdır. Deməli, Lənkəran çay, Biləşçay birinci 3 gələcək. Sonra palçıqlı sellər. Deməli, baxaq burada. Pirsa, Sumqayıta. Bu Qobustan, Abşerona aiddir. Burada palçıqlı sellər müşahidə olunur və axımı tənzimləməyən, yəni üzərində su anbarı olmayan. Baxaq, Bolqar çayının üzərində var, Tərtərdə var, Kürdə var. Amma Mazımçay, Kümürçayda yoxdur. 3-1-5. Sonra 191. Deməli, Kür və Araza aid olanlara baxırıq. Kürə, deməli, Varvara var, Yenikənd var, Şəmkir var. Deməli, Milmuğan Araza aiddir, bir də Bəhramtəpə. Sonra 192. Cənub yamacı. Baxaq, deməli, Mazımçay, Katexçay, Kişçay. Bu üçü cənub yamacıdır, amma Qudyalçay, Qusarçay isə şimal-şərq yamacıdır. 193. Kiçik Qafqazın şimal-şərq yamacından axan çaylar. Akstafa çay, sonra Şəmkir çay. Bunlar şimal-şərq yamacındadır. Amma Qarabağ düzündən, deməli, Tərtər, Qarqar, Xaçın, sonra eroziya isə Xəzər dənizi olan. Baxırıq, Biləşçay, sonra Kürə, Türyan çay, bir də Tərtər çay. Araza, deməli, Həkəri, Arpa çay. 195-də. Böyük Qafqazın şimal-şərq yamacı. Deməli, burada Qudyalçay. Kiçik Qafqazın şimal-şərqinə baxaq. Zəyəm çay. Zəngəzurda isə Gilan. 196. Uyğunluğu müəyyən edin. Kür çayın stoplayıcı hövzəsindən kənarda olan su anbarları. Baxaq. Kür çayının, deməli, stoplayıcı kənarda. Bu Ceyranbatanla Göytəpədir. Sonra Kür çay üzərində olan Varvara, Yenikənd D. Burada Taxtakörpü, yuxarı Xanbulançay da kənardadır. Bu yeni də bura əlavə eləyək. Kür çayının qolları üzərində olan, deməli,
Bəhrəmtəpə, Suqovuşan, bir də Xudafəri Milmuğan. Deməli, B-si də bura gedir. Sonra 197. Kür, Viləş, sonra Tərtər çayı. Baxırıq. Qidalanmasına yeraltı su bu Tərtərə aiddir. Sonra baxaq. Buzlaqla, yox, burada yoxdur. Bir dəqiqə. Hövzəsində axmazlara rast gəlinir. Kürə. İlin soyuq dövründə bol su olur. Bu Viləşə aiddir. Sonra qidalanmasına yağış suları deməli Viləşə aiddir. Bu Y, B-yi. Sonra 198. Vəlvələ, Qusar, Həkəri. Qusar Xaçmaz rayonlarından axır. Deməli, bu Qusar çaya aiddir. Sonra mənbəyi Quba rayonundadır. Bu Vəlvələ çaya aiddir. Yeraltı sular Həkəriyə aiddir. Sonra yalnız yağış yoxdur. Deməli, üzərində Afurca Vəlvələ çayının üzərindədir. B, Y, A, C. Sonra 194. Yayda qoruyan, qışda bol sulu, yayda bol sulu olan. Yayda bol sulu Samur çayı. Çünki qarpızlıqlarla qidalanır. Deməli, 3-ə A. Pirsahat yayda quruyur. Viləş çay qışda bol sulu. Çünki Viləş çay Lənkəran çayıdır. Yayı qura keçən mülayim istiqlimdə, qışda isə bol suludur. Deməli, 2-yə C. Yayda quruyana ceyran keçməz. Deməli, D. Qışda bol suludur. Lənkəran çay Y. Deməli, B, D, C, Y, A. 200. Qarabağ kanalı, Başmuğan, Şirvan kanalı. Deməli, Qarabağ kanalına aiddir. Bəhrəmtəpə su qovşağına tökülür. B. Sonra burada aiddir. Ağcabədi, Beyləqan rayonuna əkinçi inkişafına əhəmiyyət daşıyır. Bu da buna aiddir. Sonra qidalanması mənbəyi Araz çayıdır. Bu Başmuğana aiddir. Sonra Kürün Arazın sağ sahilində yerləşən düzləri, yəni Muğana aiddir. Bu Y. Sonra Ağdaş, Ucar, Kürdəmir rayonunda suvarmasında istifadə olunur. Bu isə Şirvana aiddir. 201. Qanıq Əyricay vadisinin axan çay. Burada Mazım çay. Kiçik Qafqazın şimal-şərq yamacından axan deməli Şəmkir çayıdır. Şirvan düzünün axan çay isə Girdiman çayıdır. Deməli D, B, A.